Temu'dan kiçik biznesim üçün aldıqlarım. Biznesimdə materialdan əlavə paketləmənin də çox vacib olduğunu düşündüyüm üçün paketləmə üçün belə bir neçə stikerlər sifariş verdim. Paketləmədə sifarişlərimə uyğun stikerlər istifadə etməyi çox sevirəm. Adətən ən çox rozevi və bənövşəyi rənglər istifadə edirəm qız uşaqları üçün olan sifarişlərə. Ona görə rozevi tonlarında sifariş verdim. Və əsasən də son zamanlarda ramaşkalı və günə baxanlı çantalar hazırladım və eyni stildə saç aksesuarları ona görə ramaşkalı və günə baxanlı stikerlər də seçdim. Lavantalı olanların isə bənövşəyi rəng paltarlı dovşanlar üçün ideal olduğunu düşünürəm. Əsasən eyni bu stildə dovşanlar hazırladığım üçün bunlar da sifarişə tam uyğun olacaq. Oyuncaqların paltarlarına istifadə etmək üçün belə xırda düymə dəsti aldım və 2 paçka 10 mm kilitli gözlər. Saç aksesuarlarının paketlənməsi üçün də bir neçə dənə kartları aldım. Yeni doğulan körpələr üçün saç bandanası rezini, içində 100 ədəd idi və abadoklar hazırlamaq üçün abadok plastik. Son olaraq isə örgü çıt-çıtlar hazırlamaq üçün çıt-çıt dəmirləri aldım, içində isə 100 dənə idi.